Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 2023-cü ildə MIQ imtahanında istifadə olunan Azərbaycan dili və ədəbiyyat suallarına baxacağıq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək indi suallara. 2023-cü ildə MIQ imtahanı xeyli problemli məqamları ilə yadda qalmışdı. Problemli suallar var idi. Suallar həmçinin miqdə qoyulan vaxta uyğun deyildi. Bu tip məsələlər var idi. Həmin suallara baxacağıq Azərbaycan dili suallarına. Deməli, birinci sualda deyir ki, hansı cümlədə mötərizədə verilmiş ifadə fərqləndirilmiş sözün mənasının şərhinə uyğun deyil? Bu tip suallar demək olar ki, hər il toxunulan məsələdir. Düşən suallardan da sözün mənası leksik mənasından söhbət gedir. Deməli, A variantında təqdimat bu gün kollegial, yəni qrup şəklində iclas kimi təşkil olunmuşdu. Doğrudur. Kollegial sözünün mənası ilə qrup şəklində ifadəsi ilə uyğun gəlir. Doğrudur bu. Nəhayət müxalifət dilemma yəni arzu olunmaz seçim zərurəti qarşısında qaldı. Dilemma bəli arzu olunmaz. Yəni iki mənfi seçim qarşısında qalmaqdır. Bəli doğrudur bu da. C variant çox yalan danışdığından həyatının simulyasiya üzərində qurulduğunu bilirdi. Yalançı göstəriş. Bəli, simulyasiya elə məhz bu mənanı ifadə eləyir. Bu da doğrudur. D variantı təəssüf ki, peşəkarlar susduqca diletantların meydan sulaması da artır. Həvəskar və ya səriştəsiz, bəli, doğrudur bu da. E variantı toksik təsirləri azaltmaq üçün zədələnmiş toxumalar təşrih etmək də fəsadların qarşısını almaq lazımdır. Fəsad mənası verilib təmin etmək, xeyr, təmin etmək deyil, bir növ təhrif eləmək, dəyişdirmək mənası daşıyır əslində təşrih eləmək ifadəsi. Yəni verilmiş ifadə yanlış göstərilibdir mənası cavab olmalıdır E variantı. İkinci sual mətn sualıdır, maraqlı sualdır bu. Mətn əsasında nəyi müəyyən etmək olar? Mətn. Meşə çayı sevinclə axır, heç bir çayla birləşmək istəmir, özünü hamıdan güclü sayır və birinci olmaq istəyirdi. Görürsünüz ki, burada meşə çayı ifadəsi böyüyünə yazılıbdır, həmçinin digər məqamlarda da oxşar şey görəcəksiniz. Burada bu ifadənin böyüyünə yazılması allegoriya ilə bağlıdır və onun böyük hərflə yazılması doğrudur. Meşədən çıxanda qarşısında böyük bir sahə göründü. Yenə kiçik çaylarla birləşmək istəmədi və torpağın dərinliyinə süzüldü. Yer altından böyük çaya çatdı və şikayət etdi. Böyük çay görürsünüz, bu da böyük hərflə yazılıbdır. Yazıb, zəhləm getmiş torpaq sahəsi olmasaydı mən təmiz qalar, sənə tez çatardım. Böyük çay cavab verdi. Ay axmaq, torpaq sahəsi günahkar deyil. Sənin gücün azaldı, torpağın altı ilə gəldin, çirkləndin. Bil ki, başqalarını sevməyən, özünü onlardan üstün tutan, heç kimlə birləşmək istəməyən, heç zaman təmiz və güclü ola bilməz. Deməli, verilən variantlara baxaq. Yazıb ki, cümlə ortasında bəzi ifadələrin ilk hərfinin böyük yazılmasının yanlış olduğunu, bunu artıq dedim ki, onlar yanlış deyil. Onların böyük hərflə yazılması doğrudur, şəxsləndiriliblər və bu allegoriyadır, bu da səhv deyil. 2. Bəzi sözlərin ilk hərfinin cümlə ortasında böyük yazılmasının doğru olduğunu və səbəbini bəli doğrudur, allegoriyaya görə o böyük yazılıbdır. Deməli, ikinci cavaba götürməliyəm. Üçüncü, mətnin təzahür dilinin allegoriya olduğunun doğruluğunu səhvdir. Çünki təzahür dili allegoriya ola bilməz. Təzahür dili ola bilər nəzm, ola bilər nəsr. Allegoriya təzahür dili deyil. Üçü sildim. Dördüncü, təmizlik, güclü olmaq həmişə zəruridir fikrinin mətnin əsas ideyasının olmadığını. Təbii ki, bu doğrudur. Çünki mətndə əsas ideya təmizlik deyil. Əsas ideya birləşməkdir. Bir olmaq məzmununda ideya çıxa bilər mətndən. Deməli, ikincisi, daha doğrusu dördüncüsü doğrudur. Beşinci, insanlarda olan bəzi xüsusiyyətlərin təbiət hadisələrinin üzərinə köçürüldüyünü, bəli, təbii ki, görürük ki, burada təbiət insan olaraq danışdırılır. Köçürmə var burada, bu da doğrudur. Deməli, nəyi götürdük? 2-ni götürdük, 4-ü götürdük və 5-i götürdük. Cavab avtomatik olacaq nə? E variantı 2, 4, 5. Üçüncü sual, bu da problemli suallardan biri idi. Problemli suallardan biri idi. Sonradan bunu təqdim eləyəndə müəyyən dəyişikliklər eləyib təqdim elədilər YouTube-da nazirlik. Baxaq suallara. Həmin kişi qəzəblə ucadan, qoşa nöqtə, tire. Ay oğul, vergül. Tez bu tərəfə keç dedi. Burada vergül, tire. Keçidi harada qoyuruq? Keçdən sonra vergül tiremizi qoyuruq. Dedi və ətrafa diqqətlə baxdı. Burada da nöqtə tire qoyarıq. Vergül tire qoyulmalıdır əslində. Sadəcə səbəbkar sözü böyük hərflə yazıldığı üçün avtomatik orada nöqtə tire qoyuruq. Səbəbkarın kim olduğunu indi tapmalıyıq. İndi tapmalıyıq. D həmin gəncə yenidən müraciət etdi. Burada da vergül tire işarəsini qoyarıq.
Təbii ki, sonunda nöqtə işarəsidir. Burada bir məqama diqqət yetirin. Burada ay oğul bu tərəfə tez keç. Burada vergül tirə yox, nida tirə olacaq. Niyə? Nida tirə. Çünki burada həmin kişi qəzəblə deyirsə, burada istər-istəməz vergül yox, nida işarəsi qoymalıyıq. Deməli, durğu işarələrini qoyduq. Sualda deyir ki, vasitəsiz nitqlə bağlı bərpa olunmalı durğu işarələr. Yəni vasitəsinin tələbi ilə, vasitəsiz nitqin tələbi ilə. Qoşa nöqtə buradan 1. Sonra buradakı tirə 2, buradakı tirə 3, sonra buradakı tirə 4 və buradakı tirə də 5. Bu durğu işarəsidir. Amma bu deməli, burada vergül var ha. Buradakı vergül tirəni də həmin imtahanda cavaba götürmüşdülər. Əslində burada vergülün qoyulması intonasiyanın tələbidir. Vergülün qoyulması. Məsələn, burada sən nida işarəsi qoysan, nida işarəsi də qoya bilərsən. Avtomatik vergül ləğv olur. Halbuki nida işarəsi vergül ləğv əvəz eləsə, burada cavabı və nidanı götürməzlər. Eyni qaydada vergül də götürülməməlidir, amma həmin il götürülmüşdü. Cavab da deməli qoşa nöqtə, qoşa nöqtə. Buradakı tirə işarəsi, buradakı tirə işarəsi 2. Bu tirə işarəsi 3 və buradakı vergül tirə götürülmüşdür. Buradan sadəcə mənim razı olmadığım məqam buradakı vergülün götürülməsi idi. Ki, məncə götürülməməlidir. Deməli, belə bir variant da D variantındadır. Qoşa nöqtə, tirə, 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 vergül tirə. Cavab D variantı. Sonra dördüncü sualda deyir ki, hansı cümlələrin tərkibindən bir sözün və ifadənin çıxarılması nitq hissələrinin və cümlə üzvlərinin kəmiyyətinə təsir etməz, sözlərin ümumi qrammatik mənası dəyişməz. Yəni deyir ki, həmin söz və ifadənin tərkibindən nə isə çıxarılması heç nəyə təsir eləmir. Nə cümlə üzvünün sayını azaltmır, nə nitq hissəsinin sayını azaltmır. Belə bir şey. Bir də əsəbləri sakit olan adamın bədəni də sağlam olur. Buradan nə isə çıxarsam, əsəb sözünü çıxara bilmərəm, sakit sözünü çıxara bilmərəm. Mümkün deyil, buradan nə isə çıxarım. 2-də iş insanı həm maddi, həm də mənəvi cəhətdən təmin edir. Və burada 2-ni götürürəm. Niyə? Burada həm də ifadəsi bağlayıcıdır. Bəs buradan dəyəni çıxarsam, yenə həm də yenə bağlayıcıdır. İş insanı həm maddi, həm mənəvi cəhətdən təmin edir. Həm də bu da bağlayıcıdır, həm özü də bağlayıcıdır. Yəni burada nəyinsə sayı dəyişmir. Sonra 3-də bir neçə kitab. Bax, burada bir neçə kitab, bir neçə saydır. Buradan neçənin sözünü çıxarıb bir kitab yazsam, yenə də heç nə dəyişmir say baxımından. Bir dənə nitq hissəsi olaraq bir dənə say vardı, yenə də bir say qalır orada, yəni bir şey dəyişmir. Ona görə 3-ü də götürürəm, 4-ü də götürürəm. Niyə? Çünki burada kaşki var. Kaşki arzu ədatıdır. 2-ni çıxarım, kaş yenə arzu ədatıdır. Heç nə dəyişmədi. Oxşar şey 5-də də var. Bir çox insanlar. Burada bir çox saydır. Biri çıxarsam çox yenə saydır. Yəni nəyinsə sayında dəyişikliyə səbəb olmur bu. 6. Dövlətin həyatında ideyalara məhəl qoymamaq və yaxud onları lazımınca. Bax, 6-nı da götürürəm. Niyə? Buradan və yaxud bağlayıcıdır. Düzdürmü? Buradan və-ni silsəm, yaxud qalsa yenə də bağlayıcıdır. Və yaxud bölüşdürmə bağlayıcısıdır. Yaxud təkcə özü də bölüşdürmə bağlayıcıdır. Yəni nəyinsə sayına təsir göstərmir. 7. Ən böyük fəlakətlər qarşısında belə ümidini itirmə. Unutma ki, illik ən böyük sümüyün içindən çıxır. Burada da bir şey çıxara bilmirik. Cavab olur 2, 3, 4, 5, 6. Daha D variantı. D variantı olmalıdır cavab. Daha sonra 5-ci nöqtələrin yerinə ardıcıl olaraq elə sözlər müəyyən edin ki, klasteri tamamlaya bilsin. Bu da maraqlı sual idi həmin ildə. Düşmüşdü imtahana. Deməli, qrammatik məna növü baxımından eyni olsun. Feilin qrammatik məna növü baxımından. Amma şəkil baxımından müxtəlif feillər olsun. Baxaq. Oxudarsansa daşıtmalıyıq. Qrammatik məna növü baxımından oxudarsansa hansı növdədir? İcbar növdədir. Daşıtmaq icbar növdədir. Deməli, mənim birinci feilim icbar növdə olmalıdır. Baxıram variantlara. A variantındakı icbar növdədir. Danışarsa icbar növdə deyil. Görüldü icbar növdə deyil. Görüşürdüsə bu da icbar növdə deyil. Əritdirin bu icbar növdədir. Düzdür? Düzdür. Mənim 2 dənə mümkün versiyam qaldı. Sonra ikinci ruhlanır məlum növdədir. Qaydasıymış məlum növdədir. Deməli, mən bura məlum növdə feil yazmalıyım. İkinci sözüm məlum növdə olmalıdır. Güldürməlisiniz məlum növdədir. Şənlənər məlum növdədir. Uyğundur yerinə. Baxılacaqdır. Hansı növdədir? Şəxsiz növdədir. Toxunulmasa yenə şəxsiz növdədir. Deməli, mənim axırıncı feilim şəxsiz növdə olmalıdır. Əməl edilməlidir, şəxsizdir, yanaşılsa şəxsizdir. Deməli, mən məna növü baxımından A ilə E kimi ixtisara sala bildim. İndi şəkil baxımından baxmalıyıq. Şəkil baxımından fərqli olmalıdır. Baxıram ki, oxudarsansa hansı şəkildədir?
oxudar arzaman şəkilçidir, xəbər şəklində. Daşıtmalıyıq malı məli vacib şəklindədir. Deməli mənim vacib və xəbər şəklində olmamalıdır. Ağartdırın əmr şəklindədir, əritdirin əmr şəklindədir. Hər ikisi uyğun gəlir. Ruhlanar, ruhlanır xəbər şəklindədir, qaydasıymış lazım şəklindədir. Güldürməlisiniz vacib şəklindədir, uyğun gəlir. Şənlənər, baxıram ki, xəbər şəklindədir. Bax, ruhlanır da xəbər şəklindədir, şəhərlənər də. Yəni mən şənlənər sözünü bura yazsam, şənlənər. Avtomatik burada hər ikisi xəbər şəklində olacaq. Düzdür, amma mənə deyir ki, şəkil baxımından fərqli olsun. Deməli mən bura E variantını yaza bilmərəm. Cavab çıxdı A variantı. Daha sonra 6-cı sualda deyir ki, mətnə əsasən hansı müddəaları faktlarla əsaslandırmaq mümkündür? Yəni doğru fikir axtarırıq qısacası. Doğru fikir axtarırıq. Birin mətni oxuyaq. Xalçalarımızda rəng simvolikası da çox maraqlıdır. Qırmızı həyatı, deməli qırmızı rəng həyatı, göy səmanı, suyu, ağ həqiqəti və müdrikliyi, sarı kamilliyi, yaşıl cavanlığı və baharı simvolizə edir. Vurduğu ilmə ilə, toxuduğu xalça ilə qızların, gəlinlərin, nənələrin zövqünü, səliqə səhmanını, ovqatını, xeyirxahlığını, mərhəmətini təyin etmək olardı. Xalq inanclarına görə xalçanı cırmaq, tullamaq olmazdı. O evdə öz əcəli ilə dünyasını dəyişməli idi. Xalçam harada, yurdum orada deyib babalarımız. Xalça torpaq, yurd kimi əziz və toxunulmaz idi. Deməli, xalça torpaq və yurd kimi əziz idi, toxunulmaz idi. İndi uyğun fikir axtarırıq. Xalça onu toxuyanın xarakterini və əhval-ruhiyyəsini əks etdirir. Bəli, təbii ki, doğrudur. Bax, buraya yazıb ki, zövqünü, səliqə səhmanını, ovqatını, xeyirxahlığını və s. doğrudur. Bəzi rənglər yalnız bir mənanı deyil, bir neçə mənanı bildirir. Bəli, doğrudur. Məsələn, bax, burada göy səmanı və suyu bildirir. Ağ həqiqəti və müdrikliyi bildirir. Fikir verirsiniz? Deməli, doğrudur. 3. Bəzi el deyimləri xalçanın o dövr üçün əhəmiyyətini göstərir. Bəli, doğrudur bu. Doğrudur. Niyə? Bax, xalçam harada, yurdum orada demək olar. Xalça toxumaqla yalnız gənc nəslin nümayəndələri məşğul olublar. Səhvdir. Yazıb ki, xalça qızların, gəlinlərin, nənələrin, yəni təkcə gənclər məşğul olur deyə bilmərik. Eyni xalçanı uzun müddət evdə saxlamaq köhnəlik və uğursuzluq əlaməti hesab olunur. Səhvdir, çünki əks növbətində deyir ki, xalça evdə qalmalı idi sona qədər. Səhvdir. Deməli 1 2 3 olmalı cavabımız D variantı. 7-ci sualdır ki, hansı mürəkkəb cümlələrin hər iki komponentinin hər biri bir sadə cümlədən ibarətdir. Yəni mürəkkəb cümlənin tərəflərini tapırıq və hər tərəfin tərkibində olan cümlələrin sayına baxırıq. Deməli, indi götür qoy etsələr, təkliflərə rasional yanaşsalar, ümumiyyətlə deyilənlərdən nəticə çıxarsalar, iş uğurla tamamlanar, faydası çox olar. Təbii ki, bu olmayacaq. Bax, bura kimi bir komponentdir, bax, bura kimi. Baxıram ki, indi götür qoy etsələr bir cümlə, təkliflərə rasional yanaşsalar 2 cümlə, deyilənlərdən nəticə çıxarsalar 3 cümlə, düzdürmü? Yəni, bir tərəfdə 3 dənə cümlə var. Amma bizə deyir ki, hər bir tərəfdə bir sadə cümlə olsun. Ona görə 1 gedir. 2. Bir sülh təklifinin uzun müddət müzakirə olunmasına baxmayaraq, tərəflər ümumi nəticəyə gəlməyib, yekli fikir nümayiş etdirə bilməyiblər. Bunu silirəm, çünki bu sadə cümlədir. Bu sadə cümlədir, ümumiyyətlə baxmıram buna. Sonra 3. İş səni yetirər vara qazanca, işsiz qazancın da gedər asanca. Təbii ki, 3-ü götürürəm. Bunu normal cümləyə keçirsək, iş səni qazanca vara yetirər, amma işsiz qazancın asanca gedər. Yəni 2 dənə cümlədir. Bu birinci cümlədir, bu da ikinci cümlədir. Mürəkkəb cümlə komponenti olaraq buradan bitir və digər tərəfi də oradadır. Ardınca gəlir. 2 dənə cümlə birləşməyəcəm burada. 4. İgid odur ki, ən güclü qorxunu boğa bilir və qorxuya boyun əymədən təhlükə haqqında düşünə bilir. Təbii ki, 4-ü götürürəm. Bax, burada birinci cümlə bura kimidir. İgid odur ki. Bura biçim bir cümlədir. Davamında da bir cümlədir. Ən güclü qorxunu boğa bilir. Kim o? Düşünə bilir. Kim o? 2 dənə cümlə birləşibdir və mürəkkəb cümlə yaratılır. 5. Qorxağa elə gəlir, dağlar da titrəyir, dərələr də. Bax, qorxağa elə gəlir bir cümlədir. Düzdür? Sol tərəfdə baş cümlədir. Davamında budaq cümlə gəlir. Dağlar da titrəyir. Titrəyir nə dağlar? Titrəyir nə dərələr? Titrəyir xəbər ixtisara salınıb sadəcə. Baxıram ki, burada 2 dənə cümlə birləşdi. Bu mənə lazım deyil. Çünki mənə deyir ki, tərəflər ancaq bir cümlədən ibarət olsun hər iki tərəf. Cavab olmalıdır 3, 4, yəni D variantı. Daha sonra 8-ci suala baxaq.
Deyir ki, sözlərlə bağlı fərqli cəhət deyil. Nələr fərqli deyilsə, onları seçməliyik. Yəni ortaq cəhətləri seçməliyik. Ortaq cəhətləri avtomatik bunların tələffüzünü yazırıq. Əməkdaşlıq tələffüzü necədir? Əməkdaşlıq. Bir də dəqiqlik. Dəqiqlik. Keçdiriklə. Yazılışla tələffüz arasında iki fərqli məqam var. Birinci sayaq, əməkdaşlıq sözündə bu 1, burada çıxışdırıq. Bu 2, bu da 3. 3 fərqli məqam var. Dəqiqlik sözündə bu 1, bu da 2. 2 fərqli məqam var. Düzdür? 2 fərqli məqam, 3 fərqli məqam. Biz ortaq axtarırıq. Fərqli cəhət deyil, yəni ortaqdır da. Ortaq cəhət axtarırıq. Baxırıq ki, yazılışla tələffüz arasında iki fərqli məqamın olması bu ortaqdır. Deyil, fərqlidir. Getdi. Cingiltili samitlərin sayının kar samitlərdən çox olması. Deməli, əməkdaşlıq sözündə 1, 2, 3 dənə cingiltili samit var. Kar samitlər 1, 2, 3 dənə də kar samit var, bərabərdir. Yəni, burada nə yazıb ki, cingiltili samitlərin sayının kar samitlərdən çox olması bu təbii ki, ortaq deyil. Ortaq deyil, bunu silirəm. 3. Tərkibində yazılışda qrafik işarəsi olmayan səsin işlənməsi. Bax, burada xışdırıq səsi var. Burada isə k səsi var. Həmçinin xışdırıq da var. Bunların da yazı işarəsi yoxdur. Hər ikisi üçün bu ortaq cəhətdir. 3-ü götürürəm. 4. Qarşılığı olmayan bir samitin işlənməsi. Əməkdaşlıq sözündə m, dəqiqlik sözündə isə l. Bəli, hər ikisi üçün ortaqdır. 4-ü də götürürəm. 5. Kar cingiltili samit cütlüyün olması. Baxıram ki, birinci sözdə, əməkdaşlıq sözündə cütlük yoxdur. Cütlük deyəndə qarşılıq nəzərdə tutulur. Q, K, V formada. Amma ikincisində Q, K var. Yəni bu o birində var, birində yoxdur. Bu ortaqdırmı? Təbii ki, deyil. Ona görə 5-i də silirəm. Cavab olur 3, 4, yəni C variantı. Daha sonra 9-cu sual. Deyir ki, əvəzli işlənmiş cümlələrdə həm də bağlayıcı var. İnsanoğlu hər gün çarmıxa çəkilir, keçmiş ayaqlarını pərçimləyir, gələcək isə əllərindən tutub dartır. Burada bağlayıcı var isə bağlayıcı, amma əvəzli yoxdur. Bu günü unutmayacaq və daim xatirələrdə yaşadacağıq. Burada bu əvəzlikdir və isə bağlayıcıdır. Deyə bilərsiniz ki, burada bu gün niyə zərf deyil? Çünki nə sualına cavab verir? Unutmayacağıq nəyi günü, hansı günü? Bu günü. Bu artıq burada əvəzlik mövqeyindədir və də bağlayıcıdır. 3-də üzməyi bilənlər gəmidə daha rahat olurlar. Halbuki batanda gəmilərdəki eyni aqibət gözləyir. Burada da eyni. Halbuki bağlayıcıdır, eyni əvəzliyidir. 3-ü götürürəm. 4. Ədalət yolu abadlığa aparır, amma yolun özü çox vaxt daşlı kəsəkli olur, amma bağlayıcıdır, özü əvəzliyidir. Götürürəm bunu da. Xoşbəxtlikdən 2.50 yapışsan da fürsət düşən kimi səni tərk edəcək. Səni əvəzliyidir, amma buradakı dadə ədatdır, bağlayıcı deyil. Cavab olmalıdır 2, 3, 4, yəni A variantı. Daha sonra 10-cu sualda hansı cümlədə yalnız ikinci dərəcəli üzvlər həmcinsdir? Yalnız ikinci dərəcəli üzvlər həmcinsdir. Baxıram. 1. Şirvanın aylı gecəsi təzə ot qoxusu və şeh ətri ilə dolu idi. Dolu idi xəbər. Nə Şirvanın aylı gecəsi nə ilə dolu idi? Ot qoxusu ilə və şeh ətri ilə. Nə həmcinsdir? Tamamlıq həmcinsdir. 1-i götürdük. 2. Ürəklərin döyüntüsündən, çırpıntısından başqa bütün nəğmələr, səslər eşidilməz oldu. Eşidilməz oldu xəbər. Nə nəğmələr, səslər. Burada mübtədalar həmcinsdir. Düzdür? Yəni baş üzvlər həmcinsdir. Ona görə təbii ki, bunu götürmərəm. 3. Axar sular, sümbüllü zəmilər, yaşıl təpələr, elə bil otub yanırdı. Bax, təpələr, zəmilər, sular mübtədalardır. Mübtədalar həmcins olduğu üçün bunu götürmürəm. Çünki mənə yalnız ikinci dərəcəli üzvlərin həmcinsliyi lazımdır. Bugün bayram olduğuna və qədim ənənəyə görə hamı təzə libas geyinmişdi. Geyinmişdi kim? Hamı. Nə üçün bayram olduğuna görə, həmçinin nə üçün qədim ənənəyə görə zərflik burada həmcinsli 4-ü götürürəm. 5. Sehirkar musiqili bu səs Nəbini uşaqlıqdan məftun etmişdi. Məftun etmişdi nə səs? Hansı səs? Bu səs. Hansı bu? Musiqili və sehirkar. Musiqili və sehirkar sözləri həmcins təyinlərdir. 5-i də götürürəm. 6. Müğənninin gur xoşavazlı səsi çox-çox uzaqlardan eşidilirdi. Eşidilirdi nə? Müğənninin gur xoşavazlı səsi. Burada ümumiyyətlə həmcins üz yoxdur. Cavab olmalıdır 1, 4, 5, yəni B variantı. 11-ci sualda mətnə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Nə axtarırıq? Doğru fikirləri axtarırıq. Deməli, quyu suyu nasosla və ya əllə qaldırılan vedrələr
böyük su tuluqları kimi qablardan istifadə etməklə çəkilir. Quyular qədimdən bəri ənənəvi olaraq əllə qazma yolu ilə yaradılırdı. Deməli, əllə qazma yolu ilə yaradılırdı ənənəvi olaraq. Bu quyular ucuz və aşağı texnologiyalıdır. Sonralar deşilmə yolu ilə tikilən quyular adətən poladdan və ya plastikdən ibarət boru ilə örtülərək su nasosla vurulur. Deşilmə quyular qazılma quyulara nisbətən daha böyük dərinliklərdən su əldə edə bilirdi. Aha, bizdən nə istəyirdi? Bizdən doğru fikirləri istəyirdi. Baxaq. Birincisi, qədim əllə qazma quyular qədim quyulardır, bəli. Texnoloji inkişafla bağlıdır. Bunu demək olmaz. Deşilmə quyular texnoloji inkişafın nəticəsidir. Ona görə 2-ni silirəm. Daha sonra üçüncüsünü ortaq veribdir. Dördüncüsünü də ortaq veribdir. Yazıb ki, ənənəvi üsuldan istifadə olunur. Əllə qazma üsulunu nəzərdə tutur ki, ənənəvi. Əllə qazma üsulunda ənənəvi üsulda, amma deşilmə ənənəvi deyil. Orada artıq polad və ya plastikdən ibarət xüsusi bir vasitə ilə istifadə olunurdu. Ona görə bu ortaq deyil. 4. Torpağın dərinliyindən su əldə etmək məqsədi daşıyır. Bəli, hər ikisinə aiddir. Bu götürürəm. Daha sonra 5-ci fikir, yerin daha dərin qatlarından su çıxara bilir. Bəli, deşilmə quyularda texnologiya daha çox inkişaf etdiyi üçün daha dərin qatlardan su çıxara bilirdir. Tikilməsi ucuz başa gələr, əksinə daha nisbətən dərinliklərdən olduğu üçün daha başa gəlirdi. Ucuz texnologiya çünki əllə qazma idi. Deməli, doğru cavab nə olmalıdır? 1, 4, 5, yəni B variantı. Daha sonra 12-ci sualda deyir ki, həm hesabata, həm də ərizəyə aiddir. İkisi üçün ortaq cəhət axtarırıq. Deməli, 1. Müraciət edənin həyatı ilə bağlı faktlar göstərilməlidir. Hesabatda nə gəzir? Hesabatda niyə belə bir şey olsun? Yaxud da ki, ərizədə. Səhvdir. Tərtib edənin soyadı, adı göstərilir və imzalanır 100%. Hər ikisində olur bu. 2-ni götürməliyik. 3. Yazılı forması möhürlə təsdiq olunur. Ərizənin zaten şifahi forması yoxdur ki. Yəni, bunu götürmək olmaz. Həmişə yazılı formada olur. Hesabat şifahi də ola bilir. Səhvdir. Standart formada olur. Bəli, hər ikisi standartdır. Doğrudur. 2-5 cavab olmalıdır. E variantı. Daha sonra 13-cü sualda nə istəyir? 2 dənə cümlə veribdir və 2 dənə cümlənin uyğunluğunu istəyir. Onlara aid doğru və yanlış fikirləri seçməliyik. Deməli, onda ki, yalan taxta çıxır, saf almaz saxta çıxır. Deməli, budaq baş sxemində olan tabeli mürəkkəb cümlədir. Sonra, əgər lazımsız işlərə vaxt qalırsa, deməli, hansısa vacib işlərə vaxt ayrılmamışdır. Burada da budaq baş sxemi özünü göstərir. Deməli, 1. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır. Hə, bu doğrudur. Burada ondakı bağlayıcı sözdür. 1-i götürürəm. 2. Baş cümlə budaq cümlədən əvvəl işlənmişdir. Səhvdir. Baş cümlə sonra işlənibdir. Sonra kvadrata aid fikir kimi baş cümlə budaq cümlədən sonra işlənmişdir. Bəli, əvvəl budaqdır, sonra başdır. Doğrudur. 3-ü götürürəm. Sağ tərəfdən hər iki cümləyə aid yanlış fikirlərdir. 4-də deyir ki, hər iki komponent müəyyən şəxsli cümlədir. Baxıram ki, taxta çıxır, nə yalan, müəyyən şəxslidir. Saf almaz, saxta çıxır. Saxta çıxır, nə almaz. Hər ikisi doğrudan da müəyyən şəxsli cümlədir. Ona görə 4-ü götürmürəm, çünki yanlışın altında veribdir. 5. Budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənmişdir, yanlışdır. Şərt budaq cümləsidir və şərt budaq cümləsində budaq cümlə baş cümlənin ümumi məzmununa aid olur. Ona görə 5-i də götürürəm. 1, 3, 5 cavab olmalıdır. A variantı. Daha sonra 14-cü sualda bir Euler-Venn diaqramının tələblərini nəzərə alaraq verilmiş cümlələr əsasında uyğunluğu müəyyən edin. Baxaq görək, uyğunluğu da müəyyən eləyək. Yazıb ki, insaniyyəti onun ana dilinə olan münasibətində aydın şəkildə görsənir. İkinci cümlə isə içində kitab olmayan bir otaq ruhsuz bir kitab kimidir. Deməli, birinci fikir versə, fərqli cəhətlər və ortaq cəhətlər. Geniş cümlədir. Görək hələ hər ikisinə aid olur, yoxsa yox. İnsaniyyət onun ana dilinə olan münasibətində aydın şəkildə görsənir. Burada necə nətərdə görsənir? Aydın şəkildə zərflik var, genişdir. İçində kitab olmayan bir otaq. Burada da təyin var. Doğrudan da hər iki cümlə geniş cümlədir. A variantı ortaq. B variantı baş üzvü izah edən mürəkkəb cümlə üzvü işlənmişdir. Baxıram ki, birinci cümlədə aydın şəkildə mürəkkəb zərflikdir, xəbərə aiddir. Baş üzvü izah eləyir. İkinci cümlədə isə
İçində kitab olmayan təyindir, mürəkkəbdir və mübtədanı izah eləyir, yəni ortaqdır B variantı da. C variantı deyir ki, fe'li sifət tərkibi ilə ifadə olmuş, təyin işlənmişdir. Bu təbii ki, ikinci cümləyə aiddir artıq. Müəyyən eləmişik bunu. C variantını bura yazırıq. Daha sonra D variantı uzlaşma əlaqəsi yalnız cümlənin baş yüzləri arasında deyil. Yəni orada ən azından 2 və 3-cü növ ismi birləşmə var. İkincisində yoxdur, birincisində ana dili, ikinci növ ismi birləşmə var. Düzdür? Düzdür. Deməli bu fikir birinci cümləyə aiddir. D variantını bura yazdıq. D variantı qrammatik əsası təşkil edən üzvlərdən yalnız biri söz birləşməsi ilə ifadə olmuşdur. Yəni mübtəda xəbər. Birinci cümlədə insanın insaniyyəti onun ada dilinə olan münasibətində aydın şəkildə görsənir. Görsənir xəbərində insanın insaniyyəti mübtəda bura aiddir. Deməli verilən fikir. İkinci fikir isə burada otaq sözü mübtədadır. Kitab kimidir, xəbərdir. Baxıram ki, heç biri söz birləşməsi ilə ifadə olunmayıbdır. Yəni verilən fikir təkcə birinci cümləyə aiddir. E variantında bura yazdıq. 1-ə DE, 2-yə AB, 3-ə də C cavab olmalıdır D variantı. Daha sonra 15-ci sualda 15-ci sual çox maraqlı sualdır. Bu sırf tətbiqi sualdır. Yəni qayda ilə buna yanaşmaq biraz qəliz məsələdir. Burada sadəcə tətbiq eləmək lazımdır, cavaba getmək lazımdır. Açar sözlərdən istifadə eləmək lazımdır. Yazıb ki, hansı söz birləşməsinin ikinci tərəfindəki sözə əsasən demək olar ki, bütün isimlər qeyri-müəyyən təsirlik halda işlənmir. Deməli, bizdə qeyri-müəyyən təsirli halda olan işlənməyənləri axtarmalıyıq. İsim dediyi üçün avtomatik ikini silirik, çünki igid sifətdir. Həmçinin biri də var idi burada. Azərbaycan sərhədləri, göyərçin, sürücü, sular. Yoxdur. Deməli, ikini siləm avtomatik, çünki igid sözü nədir? Sifətdir. Daha sonra altını götürürəm. Niyə? Çünki həmin sözü, həmin əvəzliyindən sonra gələn söz əgər təsirli haldadırsa, o mütləq müəyyən təsirli hal olur. Qeyri-müəyyən təsirli halda işlənə bilmir. Həmin sözündən sonra gələn hər hansı bir söz. O mütləq əgər təsirli haldadırsa müəyyən olur. Qeyri-müəyyən ola bilmir. Yəni bizə qeyri-müəyyən ola bilməyənləri seçməliyik. Ona görə altını seçirik. Altını seçdiyimiz üçün bu gedir avtomatik. İkini də sildiyim üçün bu da gedir, bu da gedir. Bir də baxırıq Azərbaycan sərhədləri. Azərbaycan sərhədləri ifadəsi yoxlamalıyıq ki, görə elə qeyri-müəyyən təsirli halda işlənir, yoxsa yox. Biz qeyri-müəyyən təsirli halda işlənməyənləri axtarmalıyıq və Azərbaycan sərhədləri ifadəsini yoxlasaz, qeyri-müəyyən təsirli halda işlədə bilməyəcəksiniz, alınmayacaq. Bir cavabımızdır. İkini zaten silmişik. Bax, burada 4. Avtobus sürücüsü. Deyirəm ki, avtovağzal avtobus sürücüsü axtarır. Bu hansı halda da avtobus sürücüsü ifadəsi qeyri-müəyyən təsirli, yəni avtobus sürücüsünü axtarır deməkdir. Yəni qeyri-müəyyən təsirli halda işləndi. Ona görə bunu silirəm. Avtomatik. 4-ü də sildim, çünki avtobus sürücüsü dediyim kimi qeyri-müəyyən təsirli halda işlənir. Amma bizə lazımdır ki, qeyri-müəyyən təsirli halda işlənməsin. 4-ü də siləndə avtomatik cavabımız C variantı çıxır. Dediyim kimi bu sırf tətbiqi sualdır. Daha çox özünüz tətbiq edirsiniz vaxt aparmamaq üçün. Bu formada variantımız C variantı çıxdı. Tətbiqi suallarda hər hansı bir açar sözlər çıxacaq sizin qarşınıza. Onlardan istifadə edib variantları ixtisar edib sürətli şəkildə işləyə bilərsiniz. Diqqətli olun. 16-cı sualda tələffüzündən və işlənmə yerindən asılı olaraq morfoloji cəhətdən fərqlənsə də eyni cümlə üzvü yerində işlənir. Deməli, nitq hissəsi olaraq, tələffüzündən və işlənmə yerindən asılı olaraq morfoloji cəhətdən nitq hissəsi olaraq, yəni fərqlənir, amma cümlə üzvü olaraq eyni cümlə üzvü olaraq qalır. Bax, aradır sözü həm ara isim ola bilər, həm də aramaq feili. Düzdürmü? Aradır. Qarşıdakı deyirəm ki, görünən aradır, yəni boşluqdur mənasında. Xəbər mövqeyində oldu. Həmçinin də deyirəm ki, aradır, yəni axtartdırır mənasında. Yenə də xəbər mövqeyində olacaq. Nitq hissəsi olaraq fərqlənir, amma cümlə üzvü olaraq xəbər mövqeyində olur. Hər ikisi, ona görə biri götürürəm. Daha sonra, bax buradan 4-ü götürməliyəm. Bir də ki, 6-nı götürməliyəm. Burada variantları qeyd edərkən mən səhvə yol vermişəm. Variantları qeyd edərkən səhvə yol vermişəm. Bax, burada analitikdir sözü, analitik sifət olur, də ki, analitik isim olur. Amma hər ikisi şəxs xəbərli şəkilçisi ilə işlənərkən xəbər mövqeyində olur. Yəni, nitq hissəsi, yəni morfoloji cəhətdən fərqlənsələr də cümlə üzvü olaraq eyni cümlə üzvü olurlar, yəni xəbər olurlar. Ona görə 4-ü də götürməliyəm. Daha sonra burada 5-i götürə bilmirəm, 5, çünki burada
Niyə? 5 bildirmək feili ola bilər. Feil olsa olur xəbər mövqeyində. Həmçinin bildir zərf ola bilər. Nə zaman bildir? O zaman da zərflik olur. Yəni cümlə üzvü baxımından fərqlənir. Amma bizə deyir ki, cümlə üzvü baxımından eyni olmalıdır. Eyni olmalıdır. Təbii ki, bunu götürmürəm ona görə. Altını götürürəm. Qurutdur. Bir var qurut süd məhsullarından hazırlanmış qidadır. İsim olaraq qurutdur. Nədir? Xəbər mövqeyində işlənir. Həmçinin də qurutdurmaq feili yenə xəbər mövqeyində olur. Ona görə altını da götürməliyəm. Burada 1, 4, 6 doğru cavabdır. Variantı səhv qoymuşam. Görürsünüz, burada bir neçə dəfə 7 istifadə eləmişəm. Halbuki variantlarda 7 yoxdur. Doğru cavab 1, 4, 6 olmalıdır. Daha sonra 17-ci sualda mətnə əsasən Wolframın digər metallardan və materiallardan fərqli xüsusiyyətləridir. Wolframın fərqli xüsusiyyətlərini seçirik. Deməli, közərmə lampasının əsas hissəsi Wolfram teldən hazırlanır. Bilirsinizdə, o lampoçka dediyimiz əşya var ha, onun daxilində nazik spiral var ha. Bax, o spiral Wolframdan hazırlanır. Wolfram teldən hazırlanır. Deyir ki, xüsusi müqaviməti daha böyük olan digər metallar da var ki, bu məqsədlə istifadə edilə bilmir. Yəni, xüsusi müqaviməti böyükdür, yəni Wolframdan da böyükdür, amma bu məqsəd üçün istifadə oluna bilmir. Baxaq görə niyə? Wolframın həmin materiallardan üstünlüyü onun ərimə temperaturudur. Wolframın ərimə temperaturu 4999 dərəcə Selsidir. Temperaturun yüksək olmalıdır. Wolframın oksigenli şəraitdə yanıb külə dönməsi onun istifadəsində problem yaradır. Oksigen çıxarıldıqda isə buxarlanır. Bu problemin qarşısını almaq üçün hava sorulub yerinə təsirsiz qaz vurulur. Cərəyan keçən zaman Wolfram yüksək temperatura qədər qızır ki, bu da onun közərmə lampası vasitəsilə ətrafa işıq saçmasına səbəb olur. Baxın, o elektrik lampası yanarkən işıq saçır ətrafa, düzdürmü? Həmin o həss daxili var, onun daxili. Oksigensizdir. Əgər orada oksigen olsa, avtomatik görürsünüz ki, lampoçka partlayır, lampa partlayır ha. Orada çünki oksigen sızır. Ondan qaynaqlanır. Deyir ki, oksigensiz şəraitdə işığın yaranmasına səbəb olur, közərməsinə səbəb olur. İndi baxaq elə verilən fikirlərdən hansı Wolframı digər materiallardan fərqləndirir, metallardan fərqləndirir. Ərimə temperaturu yüksəkdir. Bəli, yüksəkdir, doğrudur. Burada göstərilibdir. Üstünlüyü ərimə temperaturunun yüksək olmağıdır. Doğrudur. Xüsusi müqaviməti ən böyük olan keçiridir, səhvdir. Çünki burada yazır ki, ondan daha böyük olanlar var. Sadəcə ərimə temperaturu üstün olduğu üçün onlardan bundan istifadə olunur. İşıqlandırmada istifadə olunur. Doğrudur, işıqlandırmada istifadə olunur. İşıqlandırmada istifadə olunur. Bir dəqiqə. İşıqlandırmada istifadə olunur, hə, olunur, doğrudur. Közərən zaman oksigenli şəraitdə ola bilir. Közərən zaman oksigenli şəraitdə ola bilir. Közərən zaman oksigenli şəraitdə olmur. Çünki oksigenli şəraitdə olarsa, avtomatik onda partlama baş verir. Çünki bu fikirlə bura deyir ki, bu problemin yazıb ki, Wolfram oksigenli şəraitdə yanıb külə dönməsi onun istifadəsində problem yaradır. Oksigen çıxarıldıqda isə buxarlanır. Bu problemin qarşısını almaq üçün hava sorulub yerinə təsirsiz qaz vurulur. Cərəyan keçən zaman Wolfram yüksək temperatura qədər qızır ki, bu da onun közərmə lampası vasitəsilə ətrafa işıq saçmasına səbəb olur. İşıqlandırmada istifadə olunur, düzdür, amma közərən zaman oksigenli şəraitdə ola bilir, xeyr, ola bilmir. Çünki əgər oksigenli şəraitdə olsa, nə deyirlər ona, külə dönür, həmçinin də oksigen çıxarıldıqda da buxarlanır. Nəticədə təsirsiz qazdan istifadə olunur oksigen yerinə. Ona görə 4-də siləm, cavab olmalıdır 1-3 C variantı. 18-ci sualda deyir ki, hansı cümlələrdə köməkçi nitq hissələri ilə amonimli xüsusiyyətinə malik olan əsas nitq hissəsi işlənmişdir? Biz köməkçi nitq hissəsini axtarmırıq ha. Köməkçi nitq hissəsinin amonimin axtarırıq. Deməli, gəlin süfrəyə təzə dəmlənmiş çay gətirdi. Burada köməkçi nitq hissəsinin amonimi yoxdur. Gəlin sözü amonimli yaratmayacaq. Süfrə və yaratmayacaq. Heç biri yaratmayacaq. Həyat necə də qəribədir. Burada necə ədatının özü işlənibdir. Necə ədatının özü işlənibdir. Ona görə bunu götürmürəm. Sonra 3. 2 ayın içində bunu götürürəm. Çünki burada ay ismi işlənibdir. Ay ismi, ay nidası ilə amonimdir. 4. Artıq həyatın onu tərk etdiyini görürdük. Bax, burada bunu da götürürəm. Burada gör sözü var. Görürdük sözü. Gör feildir və ədatla amonimdir. 5. Doğrudan adama ziyan dəyməz. Doğrudan, yəni doğru sözdən, burada doğru sözü sifətdir. Adama ziyan dəyməz. Doğru sözü də, doğru sifətdə doğru qoşması ilə amonimdir. 5-i də götürürəm. 3, 4, 5 cavab olmalıdır
C variantı. Daha sonra 19-cu sualda tabelilik əlaqəsinin göstəricilərindən ibarət şəkilçilərdir. Deməli, 4 xəbərli şəkilçisi, bəli, tabelilik əlaqəsinin göstəricisidir, amma feilin qrammatik mənada şəkilçisi olaraq tabelilik əlaqəsinin göstəricisi deyil. Ak şəxs şəkilçisi, bəli, təbii ki, tabelilik əlaqəsinin göstəricisidir, amma leksik şəkilçilər tabelilik əlaqəsinin göstəricisi ola bilməz. 4-ü sildim. Daha sonra dadə, zərf düzəldən şəkilçi xeyr, leksik şəkilçi tabelilik əlaqəsinin göstəricisi ola bilmir. Hal şəkilçisi olaraq idarə əlaqəsinin göstəricisidir. Mənsubiyyət şəkilçisi olaraq, bəli, uzlaşma əlaqəsinin göstəricisidir. Şəxs şəkilçisi olaraq yenə də uzlaşma əlaqəsinin göstəricisidir. Deməli, cavabımız olmalıdır 1, 3, 6, 7, 8, 1, 3, 6, 7, 8, yəni olmalıdır A variantı. 20-ci sualda mətnlə bağlı doğru fikirləri müəyyən edin. Deyir ki, tullantıların üzərində mülkiyyət hüququndan imtina etmək məqsədilə onların mülkiyyətçi tərəfindən atıldığı yaxud hər hansı başqa yolla saxlanıldığı təqdirdə mülkiyyətində, sərəncamında və istifadəsində atılmış tullantıların yerləşdiyi torpaq sahəsi, su tutarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsində başlamaqla və ya mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə onları öz mülkiyyətinə çevirə bilər. Yəni kimsə əgər özünə aid hər hansı bir əşyanı atırsa, ondan istifadədən imtina edirsə, başqa bir şəxs onu götürüb ondan istifadə etmək hüququna sahibdir. Bax bu o deməkdir. Bizdən də doğru fikirləri istəyir. Deməli, baxaq cədvəlimizə doğru, yanlış və ehtimal, daha doğrusu məlumat yoxdur cədvəlidir. Deməli, 1. Yazıb ki, tullantılar ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tərkibdə olmalıdır. Yəni, mətndə bu haqda məlumat varmı? Xeyr, yox. Ona görə istər-istəməz 1-i silirəm. 2. Tullantının mülkiyyətçisi tullantını əraziyə mülkiyyət hüququndan imtina etmək məqsədilə atmış olmalıdır. Bəli, doğrudur. Mətndə deyir ki, bu atır və bundan sonra digər şəxslər bundan istifadə edə bilər. Doğrudur. Yanlışdır. Yanlışları seçməliyik. Deyir ki, tullantılar su hövzəsinə atılmış olmamalıdır. Belə bir məlumat var? Xeyr. Yəni, əksinə deyir ki, su tutarı və ya başqa bir obyektin olduğu şəxs tərəfindən atılsın. Ola bilər torpaq sahəsinə atılsın, ola bilər su tutarı ərazilərə atılmış ola bilər. Yəni, verilmiş fikir yanlışdır. Sonra 4. Ərazinin bilavasitə mülkiyyətçisi olması mütləqdir. Bax, yəni deyir ki, sən həmin əşyadan istifadə edə bilmək üçün bilavasitə o əşyanın, ərazinin mülkiyyətçisi olmalısan. Mətndə deyir ki, başqa bir obyektin olduğu şəxslərin istifadəsinə başlamaqla və mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətinə çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə mülkiyyətinə çevirə bilər. Deyir ki, mülkiyyətində ola bilər, sərəncamında ola bilər və ya istifadəsində ola bilər. Həmin şəxsin sırf onun mülkiyyəti olmalı deyə bir şey yoxdur, bu da səhvdir. Götürürük. Sağ tərəfdə məlumat yoxdur. Tullantıların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması təmin edilməlidir. Varmı bu haqda məlumat? Xeyr, yoxdur. Yəni tullantılar növlərə ayrılmalıdır və s. bir məlumat yoxdur. Həmin ərazi ilə bağlı müəyyən hüquqları olmalıdır. Bəlidir ki, ya orada sən mülkiyyətçi olmalısan, ya istifadəndə olmalıdır, ya sərəncamında olmalıdır. Yəni belə bir məlumat var mətndə. Ona görə altını sildim. Cavab olmalıdır 2, 3, 4, 5, yəni variantı. 21-ci sualda hansı cümlələrdə feili birləşmənin aslı tərəfi ilə bağlı əlavə işlənmişdir? Feili birləşməni tapırsınız, onun aslı tərəfinə aid əlavə axtarırsınız. Baxaq. Deməli, birdən bayırda mənim keçib gəldiyim düzənlikdə qalxan küləyin, bax, qalxan feili sifətdir və bayırda qalxan, fikir ver, bayırda qalxan külək və bayırda qalxan feili sifət tərkibidir və bayırda sözünün əlavəsi işlənib, düzdürmü? Düzdür. Deməli, feili birləşmənin aslı tərəfində əlavə işlənibdir. 1-i götürməliyəm. Daha sonra 2, bizi ötürmək üçün yoxuşun ayağına, maşının dayandığı yer var. Yoxuşun ayağına haraya? Burada zərfliyin əlavəsidir. Aşağılarda şəhərin gür yerlərində akademiyanın yerləşdiyi böyük binanın qədim zərləri qızıl kimi parlayırdı. Parıldayırdı harada? Aşağılarda. Burada zərfliyin əlavəsidir. O, həyatın böyük və qüdrətli yaşamın qanununu hiss edərək feili bağlamadır. Həyatın sözü də onun asıl tərəfindədir. Düzdürmü? Düzdür. Bunu da götürərəm. 5. Oğlan çayın sahilinə cavanların həmişə çimib rəqs elədikləri meydançaya qaçdı. Haraya? Çayın sahilinə. Burada da zərfliyin əlavəsi var. Deməli, cavabımız olmalıdır 1, 4, yəni D variantı.
22-ci sualda ilk mətndə və aşağıda qarşısında eyni rəqəm yazılmış hansı cümlələrin məzmunu bir-birinə uyğunsuzluq yaradır? Bax, bu fikir ver. Burada bir yazılmış cümlənin aşağıdakı bir yazılmış cümləni müqayisə eləyirsən. 2 ilə 2-ni bu formada müqayisə eləyib uyğun fikri tapırıq. Deməli, baxaq. Deyir ki, Qarabağda Kürdoba deyilən bir tərəkəmə obası var idi. Baxaq, mətndən çıxarılsa mətnin tərkib hissəsi arasında əlaqə pozulmaz. Qoy oxuyaq axırı mətni. Var idi. Adamları təmiz Azərbaycanlı olan bu tərəkəmə obasına niyə Kürdoba deyirdilər, məlum deyildi. Bax, bir səhvdir artıq. Çünki bax, mən birinci cümləni çıxarsam, bir dəqiqə, baxım görüm. Mətndə və aşağıda qarşısında rəqəm yazılmış hansı cümlələrin məzmunu bir-birinə uyğunsuzluq yaradır. Qoy axıra kimi oxuyaq. Qarabağda Kürdoba deyilən bir tərəkəmə obası var idi. Adamları təmiz Azərbaycanlı olan bu tərəkəmə obasına niyə Kürdoba deyirdilər, məlum deyildi. Kürdobalılar Qarabağ cinsi adlanan quyruqlu qoyunlar hər biri 20 pud yük götürən nərlər saxlayırdılar. Ceyran ayaqlı Qarabağ atları minərdilər. Köç yollarında bəzən gəlinlərdən uşaq dünyaya gətirəni də olardı. İndi baxaq aşağıdakı cümlələrin müqayisəsinə. Deməli, fikir verirsə, burada yazılıb ki, mətndən çıxarılsa mətnin tərkib hissəsi arasında əlaqə pozulmaz. Səhvdir. Niyə səhvdir? Çünki yazılıb ki, Qarabağda Kürdoba deyilən bir tərəkəmə obası vardı. Sonra deyir ki, adamları təmiz Azərbaycanlıların bu tərəkəmə obasına. Və fikir verdik ki, bu tərəkəmə obasına. Yəni özündən əvvəlki bu artıq adın çəkilibdir. Düzdürmü? Yəni buradan bu birinci cümləni çıxarsaq məzmunda pozulma yaranar. Bizdən də uyğunsuzluq istədiyi üçün avtomatik biri götürməliyəm. 2. Mətnin əsas hissəsinin ilk cümləsi sayıla bilər. Mətnin əsas hissəsi bir sansı əslində bax 3-dən başlayır. Kürdobalılar Qarabağ cinsi adlanan quyruqlu qoyunlar. Bu artıq yeni bir məlumatdır. Düzdür? Bax buradan başlayır. Bu yeni abzasdır. Deməli 2 səhvdir. 3. Üçüncü cümlə deyir ki, yeni abzasın ilk cümləsi olmalıdır. Bəli, əsas hissənin ilk cümləsi məhz budur. Doğrudur bu. Özündən əvvəlki cümlənin tərkib hissəsini də verilməlidir. Bax, deyir ki, ceyran ayaqlı Qarabağ atları minərdilər. Bax, saxlayardılar, minərdilər. Yəni əslində burada vergül qoyulmalı idi, nöqtə qoyublar. Deməli, doğrudur bu da. 5. Mətnin məzmunu ilə əlaqəsi zəifdir. Bəli, o qədər danışandan sonra deyir ki, burada gəlinlər uşaq da dünyaya gətirirdi. Araya bunun nə mənası var? Burada nə gəzir ki bu? Doğrudur bu da. Cavab olmalıdır 1-2, yəni B variantı. Daha sonra 23-cü sualda deyir ki, hansı cümlədə feilin bütün qrammatik məna növlərinə aid nümunə işlənib? Yəni məlum, məhsul, yəni bütününə aid nümunə işlənibdir. Baxaq. Deməli, deyir ki, buradakı bağlar yeni ərsəyə gəlmiş məlum növ evlər, güllərlə bəzədilmiş məhsul növ bu məkanın ağıllar aləminə bənzədir. Bu da məlum növdür. Məlum məhsul, bitdi, başqa yoxdur. Deyir ki, o mübarizələrdə bərkiyə-bərkiyə öz həyat yolunu seçir, püxtələşir. Baxaq, görə elə burada feilin hansı qrammatik məna növlərinə aid nümunələr işlənmişdir. Deməli, bərkə-bərkə məlum növdədir, seçir məlum növdədir, püxtələşir məlum növdədir. Olmaz bu da. Peşəkarın həvəskardan fərqi odur ki, xanandan məlum növdədir. Yox, qayıdış növdədir. Sonra özünə gəlib məlum növdədir, addımlaya-addımlaya məlum növdədir. Yox, burada olmur nəsə. Bir də baxım. Qrammatik. Burada qrammatik yox, quruluş olar. Quruluş. Feilin quruluşca bütün növlərinə aid nümunə. Quruluş da bütün növlərinə aid nümunə. Baxıram ki, birincisində buradakı bağlar yeni ərsəyə gəlmiş, bu mürəkkəbdir. Mürəkkəbdir məsələn. Sonra bəzədilmiş, bu düzəltmədir. Bu məkanın ağıllar aləminə bənzəmək, bənzətmək, bu da düzəltmədir. Burada sadəsi yoxdur, getdi. O mübarizələrdə bərkə-bərkə mürəkkəbdir. Öz həyat yolunu seçir, sadədir, püxtələşir, düzəltmədir. Mürəkkəb, sadə, düzəltmə, bu ola bilər. Peşəkarın həvəskardan fərqi odur ki, tıxanandan düzəltmədir, sonra özünə gəlib mürəkkəbdir, addımlaya-addımlaya mürəkkəbdir, doğru irəliləyir, düzəltmədir, burada sadə yoxdur. Sonra bu kimi işləri yığışdırıb düzəltmədir, uşaqlara nitqini təbliğ etməyi mürəkkəbdir, tərkibin sadədir, bu olar. Məlumatların müəyyən edilməsi mürəkkəbdir, toplanması düzəltmədir, sınanması düzəltmədir, tapşırıldı düzəltmədir, sadəsi yoxdur. Cavab 2-4 olar. D variantı. Daha sonra 24-cü sualda deyir, biri bütün məqamlarda eyni köklü sözlər cərgəsidir.
Acılı, acıtmaq, acılı sözü acı sifətindən, acıtmaq, acımaq feilindən yaranıbdır. Boyalı, boya ismindən, boyatmaq, boya feilindən yaranıbdır. Qabarlı, qabarıq, qabarlamaq və bax bu olmaz. Çünki qabarıq sözü qabarmaq feilindən, qabarlamaq sözü isə qabar ismindən yaranıb. Çünki ıq feilə qoşulur, la adlara qoşulur. Bu da getdir. Dadımlıq, dadmaq feilidir. Sonra dadlı dad sifətidir. Və dad ismidir daha doğrusu ola bilməz. Birində dad feildir, birində dad isimdir. Sonra çıxarlı çıxmaq feilidir, çıxıq çıxmaq feilidir, çıxıntı çıxmaq feili, çıxarış, həmçinin çıxışlıq hamısı düzəltmədir. Hamısında kökü çıxmaq feilidir. Başqa şansı yoxdur zaten. Çünki çıxmaq sözünün başqa mənası yoxdur ümumiyyətlə. Ez variantı olmalıdır bizim cavabımız. 25-ci sualda da ki, hansı nümunələrin tərkibində sintaktik vəzifələri, sualları eyni. Deməli, bunların sintaktik vəzifələri eynidir, sualları eynidir. Amma ümumi qrammatik mənaları müxtəlif olan sözlər var. Yəni, sualları eynidir. Sintaktik vəzifəsi eynidir. Deyək, mübtəda, həm və ya xəbər və ya zərflik. Amma nitq hissəsi olaraq fərqli nitq hissəsinə aid sözlərdir. Onu axtarırıq. Deməli, bir, sizin dağlar gələn qonaqları həmişə heyran edir. Təbii ki, hansı dağlar, hansı qonaqlar? Bax, sualları eynidir. Amma siz əvəzlidir, gələn feili sifətdir. Qızılı qabda saxlayarlar. Burada qızılı nəyi tamamladı? Necə qabda? Sualları fərqlidir. Bizə sualları eyni olmaq lazımdır. 3-də deyir ki, çox adam Ağdama gedən avtobusu çox gözlədi. Çox adam, nə qədər adam? Deməli, burada çox sözü hansı nitq hissəsidir? Mübtədadır. Doğrusu nitq hissəsi olaraq saydı, cümlə üzvü olaraq isə təyindir. Amma çox gözləmək burada çox nədir? Zərflikdir. Bizə deyir ki, sintaktik vəzifələri eyni olsun, ona görə bu olmaz bizim cavabımız. Gedərkən dostumu, indi isə qohumu gördüm. Gedərkən nə zaman? İndi nə zaman? Hər ikisi nə zaman sualına cavab verir? Zərflikdir. Amma nitq hissəsi olaraq biri feili bağlama, biri zərfdir. Ona görə bunu götürürəm. 5. Kənddə əksəriyyəti bizi, şəhərdə də çoxu onları gözlədi. Bax, əksəriyyəti gözlədi. Kim gözlədi əksəriyyəti? Çoxu gözlədi bir də. Əksəriyyət isimdir, çox saydı. Amma sual olaraq kim sualına cavab verirlər? Həmçinin də cümlə üzvü olaraq da hər ikisi mübtədadır. Deməli, sualları, cümlə üzvləri eynidir, sintaktik vəzifələri. Amma nitq hissələr olaraq biri isimdir, biri saydı. Bunu götürməliyəm. Cavab olmalıdır 1, 4, 5, yəni D variantı. Hələlik bu qədər. 2023-cü ildə MIQ imtahanında istifadə olunmuş Azərbaycan dili və ədəbiyyat imtahanının Azərbaycan dili suallarına baxdıq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə 055 889 44 59 nömrəsinə yazın və ya zəng edin. Sağ olun.